Üzümüzdə ləkələr niyə yaranır? Ən geniş yayılmış dəri ləkələri məhz günəşlə bağlıdır. Özəlliklə günəş kremi istifadə eləməyən şəxslərin üzündə ləkələr çox olur. Üzümüzdə ləkə yaradan digər səbəb isə bədənimizdəki hormonal dəyişikliklərdir. Özəlliklə hamiləlik dövrü, menopauza, yaxud da ki istifadə etdiyimiz hormonal preparatlar dərimizdə melazma adlanan qəhvəyə ləkələrin yaranmasına səbəb olur. Bundan başqa yaşla bağlı da dəridə ləkələrin sayı artır. Özəlliklə 40 yaşdan sonra fikir versəniz, dəridə olan ləkələrin miqdarı da çoxalmış olur. Əgər dəri problemləri təbii yolla xilas olmaq istəyirsinizsə, sizə İvraşe markasının Bright Botanical seriyasına aid olan üzüyma südü, losyon və kremini tövsiyə edəcəm. İlk növbədə bildirim ki, məhsulların tərkibində dərimizə zərər verən sulfat, paraben və silikon kimi maddələr yoxdur. Məhsulun 98% təbii tərkiblidir. Etablı şəkildə istifadə olunduqda dərimizdəki rəng tonunu bərabərləşdirərək ləkələri də aradan qaldırır. Məsələn, ləkə lehinə olan təmizləyici süd dərimizi qurutmadan dərindən təmizləyir. Tərkibindəki taqua bitkisinin toxumları isə dərimizdəki pigmentasiya problemi ilə mübarizə aparır. Dərimizi təmizlədikdən sonra isə losyon və kremdən istifadə edirik. Bu hər iki məhsul dərimizdə yağlılıq hissi buraxmadan mat bir görünüşlə dərimizi nəmləndirir. Dərimizdəki pigmentasiya problemi ilə mübarizə apararaq rəng tonunu da bərabərləşdirir. İvraşenin Bright Botanical seriyasına aid olan bu məhsullarını İvraşenin bütün filiallarından əldə edə bilərsiniz.